qardaş uşaqların baltı ilə vurub. Biz də yaxınlaşdıq, getdik, gördük uşağın beynini töküb yerə. Öz evinin içində, öz qardaşının evinin içində vurub. Yox, içkili halda gəlib girib də, içkili halda. Cəlilabad rayonunda ağır hadisə baş verib. Rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb hadisə. İlkin məlumata görə kənd sakini olan 49 yaşlı Əli Hüseyn Balaoğlu Nağıyev yaşadığı ünvanda qardaşının az yaşlı övladlarına hücum edib. Hadisə nəticəsində 2012-ci il təvəllüd Nağıyev Hüseyn Musaoğlu və 2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Məlumata görə hadisəni törədən şəxs sonradan həyətə çıxaraq qonşularına qardaşının uşaqlarına xəsarət yetirdiyini bildirib. Qonşuların köməyi ilə yaralılar təcili tibbi yardım vasitəsilə Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb. Azyaşlıların vəziyyətinin ağır olduğu bildirilir. 01.02.2026-cı tarix saat 17 rayon mərkəzi xəstəxanasına xəsarət alma ilə 2 xəstə, biri qadın, biri kişi olmaqla daxil olmuşdur. Onlara rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsində müvafiq yardım göstərilmiş, əməliyyat aparılmış. Hər iki xəstədə çoxsaylı, bədənin çoxsaylı yaralara təyin edilmişdir. Xəstələr yardımdan sonra reanimasiya şöbəsinə verilmişdir. Reanimasiya şöbəsində xəstələrə göstərdiyimiz bütün yardımlara və müalicəyə baxmayaraq xəstələrdən birində qadın cinsi şəxsdə ölüm faktı qeydə alınmışdır. Qeyd edək ki, hadisə zamanı uşaqların anası evdə olmayıb. Ataları Musa Nağıyev isə hazırda Dağıstanda Muzdullu işdə çalışır. Məlumata görə iki qardaş eyni həyətdə, eyni ünvanda yaşayırmış. Cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Əli Nağıyev Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Bildirirlər ki, o da bir müddət Dağıstanda işləyib və əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır. Həcər Həsənova, İlqar Mustafayev bugün informasiya proqramı üçün.